Dostlar, Arsonra verilişinin 5-ci buraxılışında sizi xoş gördük. Bugünkü bizim qonağımız özünü təqdim eləsin. Axilles deyil, İlkin Xəlil. İlkin Xəlilesdir. İlkin xoş gəlmisən. Xoş gördün, nətərsiniz? Sağ olun, necəsiniz? Rahat gələ bildin. Yox, profka var idi, əsəbləşmişdim. Probka yox. Sən də tez-tez zəng eləyirdin. Probka yox, tıxac. Xac bəli. Yox, qəşəngsən. Normaldır, səs başa. Tələsdin bir baxma. Demək qardaşım, biz sənin üçün 6 dənə mövzu hazırlamışıq yaşamdan və hərəmizin 3 dənə mövzusu var. Və bu gördüyün mövzular arasından əlbəttə ki, hamısını seçirsən bir-birdən indi. Baxır kimə düşür. Altısına birdən baxaq. Bəli, altısına birdən baxır. Hansını sən seçirsən və bizim məqsədimiz əsas nədir? Öz mövzularımızı səni güldürmək. Kimin mövzuları daha çox gülməli gəlir? Kimin mövzuları daha çox gülməli gəlsə, sən axırda bu qara qutunun içindən bir dənə hədiyyə seçib kimizdən birinə verirsən ki, kimin mövzuları daha gülməlidir. Yəni məqsəd səni güldürməkdir. Hədiyyən birini bilirəm. Burada gördüm. Belə pırtlayıb çıxıb oradan biraz. Belə bilinə iki topsun. Yaxşı demək. Deməli, indi mən sənə mövzular təqdim edəcəm. 6 dənə mövzumuzun birincisi girən-girənə, təbiətin intiqamı, görünməz adam, hara gedirsən ha? Hara gedirsən ha? Bax o. Qaş düzəltmədi, göz çıxartdı və ən sonuncu səni deyirlər. Bu 6 dənə mövzudan hansını danışmamızı istəyirsən? Hara gəzsən o ya? Hara gedirsən ha? Vuran kimi dərhal mənim mövzum. Maşının zadı var, maraqlı gəlir. Bəli, deməli, bu Ohio'da baş vermiş bir hadisədir. 1895-ci ildə ABŞ-ın Ohio ştatında cəmi 2 dənə avtomobil vardı. Yəni avtomobil sənayesi yeni qurulurdu deyə və bu iki maşının sahibləri şəhərin geniş yollarında rahatlıqla sürürdülər. Şey yox, svetofor yox, polis yox və s. qaydalar və s. Tam istədiyin kimi. Necə istəyən sürürdülər də. Parkovka zapulsuz. Təsadüfən bu iki sürücü, yəni bilmirdilər ki, bundan başqa bir dənə var. Və maşın sahibi. Bunlar təsadüfən 4 yolda görüşürlər və Bilmirlər neynəsinlər, çünki ilk dəfədir ki, özündən başqa maşın sahibi görürlər. Qanun yox, və sükanı sağa və ya da sola qırmaq əvəzinə panikaya düşürlər və axırda da bir-birinə çırpılırlar. yəni bildiyin, ilk dəfə bir maşın o birisi maşını görür və panikaya düşürlər. Bütün ştatda cəmi 2 dənə maşın olduğuna görə bunlar yəni çox uzun müddət maşınsız qalır, çünki usta tapamırlar. Bunlara ponu düşürlər sizə prava verəni. Məsələn, Bir dənə prava yoxdur da orada. Prava yox. Prava yox. Paptu Sürücülük vəsiqəsi, bəli. Nədir yadımdan? Paptu yox. İndi bunu da görüm hələ. Al bunu da görüm. Hesablayaraq. Bəli. Bəli. Necə mövzu? Maraqlıdır. Bilirdim mövzunu, qəşəng maraqlı mövzudur. Yəni də zor düzəltmiş. Kim düzəldi bunu? Bunu Elşad qardaşımız, onun əl işləri. Möhtəşəm, qəşəng maraqlı. Amma biz biraz inkişaf edək. Bəli, indi kimi nəyiniz özünüz oynuyordunuz səhnəcədə? Necə O maşın olurdu, mən maşın oldum, toqquşurdu. Qadın obrazı oynamaq biraz çətin olurdu deyə. Saqqallar da qırxırdı. Mən saqqallar da boş yedim, mən saqqallı batıb oynayıram. Növbəti mövzu. Növbəti mövzu. Səni deyirlər, orada Stalini görürlər. Hə, səni deyirlər. Elşadın mövzusudur. Müəllim neynir orada? Açaq. Çox qəşəng mövzudur. Jukov bir dəfə Öz mövzusuda. Bayaq kimsiydi? Bayaq kimsiydi başım mən. Sən burada. Bəlkə pis idi qardaşım mən. Deməli, Jukov bir dəfə Stalin otağından çıxanda əsəbi halda çıxır. Deyir ki, Bğlaclav. Deyir, gedir. Yanındakı Aleksandr da baxır deyir ki, bu katibi də. Nətər yəni, katibi ki, bu Stalin dedi bunu. Girir içəri ki, sırası. Yoldaş Stalin bəs. Zor düzəltmisən sən. Hə, yoldaş Stalin bəs. Elə biləm oradayam. Yoldaş Stalin bəs Jukov sizi söydü. Dedi ki, Bğlaclav. Stalin deyir, elə iş olan mən çağır görüm Jukovu çağırır. Deyir ki, sən belə söz demisən, deyir, hə demişəm. Bəs sən kimi nəzərdə tutmusan? O deyir ki, mən Hitler nəzərdə tutmuşam. Bəli. Sonra katibəsinə deyir ki, bəs sən kimi nəzərdə tutursan? Bəli. Katibəsinə isə. Beyni çönür, qalxır. Elə qalır. Axırın sözü Katibəsi yoxsa katibi? Katibi. Yaxşı da bu elə bir Ancaq mənə deyirsən. Katibəsi yox. Heç mən niyə belə Liana kimi adamlara söz düzəltməyə gəlir? Liana. çünki keçən qonağımız gəldi. Keçən qonağımız Bəli. Və Stalin axırda qalxıb nə deyir? Deyir, Rastrellat. Demir. O bilmir nə deməkdir bəs. Yəni qoyun axı. Güllələ. Hə, gülləli. Yox, güllələmir, sonra onu arvad çat göndərir. Hara göndərir? Aleksandrın Sən də arvad eşitdin? Arvad kimi. Bir arvad yox, qadın xəylağı. Elə yox. Stalin deməli Aleksandrın həyat yoldaşı ilə bağlı problem yaranır. Əsir düşür, nə edir? O da ki, nəyəsə arvadı mən sənə təhsil göndərəcəm. Belə bir dialoqları da olur. Bu nədir? O mən Stalin, mən deməmişəm. Mən yəni ki, bu mövzu daha maraqlıdır. Gəlin bunu hazırlayaq. Hə, o da görə bu yoldaşlar. O çəkiş tutarsın ondan sonra. Aynen düzəltməyib.
keçək növbəti mövzuya. Aha, növbəti mövzu. Qaş düzəltmədik, göz çıxartdıq. Nədir ki? Hə, bax mənim mövzumdur. Bu hadisə 1871-ci ildə bir barda baş verir. Bir adam başqa bir adamı dava zamanı öldürür. Harda hansı ölkədə olub bu? Bu Amerikada baş verir və Clement Wallagindem adlı bir vəkil bu adamı müdafiə eləyirdi, yəni təqsirləndirilən şəxsi. Bu vəkil deməli məhkəmə iclasında bu orada olan hakimi inandırmaq üçün ki, bunu müdafiə elədiyi şəxs qəsdən öldürməyib, təsadüfən öldürüb həmin adamı. Bu prosesi nümayiş eləməyə qərar verir. Götürüb qoy başına. Və tərslikdən də bunu nümayiş elədiyi zaman özünü güllələyir. Və özünü çox pis yaralayır. Və adam həqiqətən də ölümlə üzbəüz qalır. Hakim də bu hadisəni görüb, başa düşür ki, hə doğrudan da bu təsadüfən olub və həmin təqsirləndirilən şəxsə də bəraət verir. Vəkil də öz ölümü bahasına öz müdafiə elədiyi adamı bəli türmədən xilas edir. Amma məsələ odur ki, xilas elədiyi adam da 5 ildən sonra yenə gedir barda dava eləyir və ölür. Baş-başına bir şey olur. Bizə məsələ nədir? Tapançayla gülləni qoymaz, göstər də Allah adam. Hə yəni içində gül bilmirlər ki, desən yadından çıxır içində güllə olduğunu. Yəni bunu göstərir, sübut eləyir, ölür, ağaqaş da 5 ildən sonra yenə davada ölür. Çox belə hədə mənasız qırılıb gedib hamısı. Hakim sağdır sonrası. Hakim sağdır. Hakim heç olmur. 3 il sonra hakim yolda gələndə o tək maşın gəlir onu vurur. O hayadakı. Misal belə də, yəni 3 xal sağ verirəm, 3 xal da sağ verirəm elə. Allah razı olsun. 5, o kişi 5 olacaq. Hədiyyəni Görünməz adam qal. sən şeylə mənsə hədiyyəni yarı bölər yoxsa top tutar. Topu yardan bölərsən. Hə, ikimizin də vermə səlahiyyəti var da hədiyyənin. Hə, yanında. Yox. Aha, bu nədir bu şey? Məndə də bu görünməz adam mövzusu. Deməli, Человек невидимка. Человек невидимка. Bəli, o məşhur film real həyatda baş verib. Yox edəcək qutar. Qutarsan Allah ya. Həqiqət olub, indi o danışacaq. Necə olub? Ümumiyyətlə əvvəllər hər hansı bir gizli mesajı göndərmək üçün limon suyundan istifadə edirdilər. Yəni limonun suyunu mürəkkəb kimi bir kağızın üstünə yazırdılar. Sonra həmin kağızı isti bir şeyin məsəl istiliyə qoyurdular, şama. Bunun sayəsində gizli mesajları belə ötürürlər. Və 1995-ci ildə bu başına döndüyü MacArthur Wheeler adlı bir qaqaş Harda olub? bunu öyrənir. Bu səbəbdən Amerika Birləşmiş Ştatları arasında olur. Sən Trumpı dəstəkləyirsən? Nədir ancaq Amerika şeyləri? Yox, mən Trumpı, Mən heç bir siyasi fəaliyyət. Mən kommunistəm. Yox, Mən kommunistəm. Trumpist. Trumpist ha. Trumpist. Ha, yox, mən Trumpa hörmət edirəm. Deməli bu başda döndüyü MacArthur elə bilir ki, söhbət məhz limon suyundadır. Limon suyunu üzünə sürtür ki, elə bir şey görünməz olacaq. Görünməz olacam yoxsa görünməz olacaq. Düşünür. Adam da güzgüyə gedib baxmır. Əlindəki Polaroid kamerası ilə özünü çəkir. Və Polaroid kamerasında nəsə problemi olur deyə açır o balaca bir şeydə. Görür ki, yox. Ağappaq verir şeyi. Bu da sevinir ki, mən görünmürəm. Mən görünməzəm. İstə sənə get güzgüyə bax. Qaqaş deməli, indi söhbət odur da. Qaqaş silahını götürür, elə bir görünməzdir. Gedir banklara. Banklara başlayır yarmağa, özü də sırtıqlığın dərəcəsinə bax. Həqiqətən sırtıqdır. Niyə? Çünki kameraya belə əl eləyir. Ki, görmürsün. Hə, gülür eləyir. Yəni deyir ki, abi görünməzəm də. 3 dəfə banklara falan yayır. Bunda şəkillərini bütün Amerika televiziyalarında yayırlar. Bir neçə müddət sonra, harca bir ay sonra polis gəlib bunu tutur. Bu adamın da ən birinci verdiyi sual bilsən nə idi? Mən axı görünməzəm, siz məni necə tapmısınız? Yəni bu qaqaş elə bilirdi ki, doğrudan da limon suyunun üzünə sürtürsə görünməzdi. Başında problem olur. Mümkün deyil. Ən azından xəbərlərə zədə baxıb görərsən. Məsələ odur da, indi onun nə olduğunu biləcəksən. İndi onun nə olduğunu bilirsən. 4 ildən sonra Dunning-lə Kruger adlı psixoanalitiklər bu hadisədən ilhamlanıb Dunning-Kruger effektini kəşf ediblər ki, Dunning-Kruger effekti nədir? Cahil cəsarəti. Buradan Adam adam bilmir ki, bilmir. Cahillik ona o qədər cəsarət verir ki, gic-gic işlərlə məşğul olur və özünü bir ağıllı hesab edir. Bu 2 nəfər Dunning-lə Kruger bu MacArthur'un elədiyi bu gicliyə görə bu cür effekti kəşf etdi. 99-cu ildə oldu. Bu 99-cu il effekti. Bəli, gözəl. Qolun dərəcəsində yəni. Qaldı girən. Onu mən açmayacağam qardaş. Özünü yorma. O elə mərfətsiz adla mən. Əslində çox maraqlıdır. Girəndən axıra saxlayaq. Sürprizi hər şey ola bilər də. Təbiətin intiqamı. Təbiətin intiqamına bax. Deməli 1903-cü ildə Paris və Madriddə ilk dəfə maşın yarışı təşkil olunur. 200-dən çox maşın. Yəni maşın da həmin dövrdə təzə başlamışdı da insanlar sürməyə. İlk yarışlardan biri idi. İnsanlar da bu qədər maşını ilk dəfə bir arada görürdülər və yarışı bir arada gördülər. Çox həvəslə gəlmişdilər. Parisdən Madridə yeridilər. Parisdən Madridə. Və çox həvəslə gəlmişdilər də.
o qədər həvəsli idilər ki, hətta yəni yolda dayana bilmirdilər də, düşürdülər yola, baxırdılar, çıxırdılar falan belə vəziyyət idi. Sadəcə torpaq yol. Torpaq yol olduğuna görə ilk maşınla getməyə başlayan bir dənə toz duman qalxır ki, arxadakı maşın heç nəyi görmür. Nə yol var, nə qayda qanun var, nə svetofor var, heç nə yoxdur. Təbii ki, aləm dəyər bir-birinə. Svetofor yox, işıqfor. Nəsə işıqfor. İnsanlar da bu toz dumandan görmür, görmürəm, bir də çıxaq yola, daha başa düşmürlər ki, maşın gəlib qoyacaq da. Çıxırlar yola, yolun ortasına çıxdığına görə, yəni maşınlar həm toz, həm duman, həm cəmaət sağa sola keçməyə başlayırlar ki, insanlara dəyməsinlər. Bu anda bir dənə zəng gəlir. Bu anda bir dənə polis çıxır ki, heç olmasa insanları uzaqlaşdırsın da yoldan. Maşın gəlib olsa bir dənə vurur, polisin əlindəki silah düşür yerə, atəş açır, sağdakı bir dənə adama deyir, adam ölür. Ondan sonra digər maşın bu hadisədən qaçırtmaq istəyir, amma gedir qatar reysində olan bir dənə çənə dəyir, çən aşır, benzin çənədir, yanğın başlayır. Yarış dəyir bir-birinə də. Bu kinodur. yola olmuş hadisədir. Hətta bu maşın sürənlərin arasında bir nəfər var idi, onun adı Renault idi də, Renault. Renault maşınlarının yaradıcısı. Hə, o da bu həngamədən qaçmaq üçün sağa vurur və gedir fermiyə. Bütün nə qədər, nə bilim, qoyun, iri buynuzlu heyvan var, düşür əraziyə. Maşınlar həm yəni heyvanlardan, həm toz dumandan, həm polisdən, həm yanğından qaçmaq üçün sağa sola. Bu mövzunun dəqiq təbiətin intiqamıdır. Hə, təbii. Qoyunlar eləyir intiqam alırlar. Bu hadisədən sonra da ki, təbii ki, baxırlar ki, bir də belə yarış keçirsə, ölkə dağılacaq da, qalmayacaq. Ona görə yığışıb deyirlər ki, bundan sonra oturun evdə. Avengers level threat. O eləmi? Yəni qisaslar var ya. Oturun evdə, yarışlar keçirir. Özümüzə gələk, bunlar apalta. Yəni söhbət hökumətə qədər gedib çıxır. Təsəvvür o cür böyük miqyasda. Dövlət qərar alır qısacası. İnsanlıq bir 10 il dala gedib buna görə. Qoyun, toyuq hamısı çıxır. Bu formada. Maşınlar nə maşın olub bilinir? Maşınlar o dövrün ilk çıxan maşınları da buxar maşınlarından sonrakıdır. Yəni onların ilk daxili yanma mühərrikli maşınlar. O heç bilmirdi kim buraxıb onları, hansı firma. Yəni mən bildim də Fordlar zadlar var. Qardaş, təkrar elə gəlib soruşacağam. Dərsini mərfətdə öyrən. Dərsini yaxşı hazırlaş. Dərsini yaxşı hazırlaş. Markalarına baxmadım. Əslində bəlkə də qardaşım hamısı Renault maşını idi. Hamısı Renault. Əslində bəlkə də burada uzunlarda olmalı. Girən-girənə, amma bilmirəm nəsə. Məncə də o daha uyğun. Görəm indi burada görüm, yəqin burada girmə çoxdur, daha çoxdur. Burada xaos daha böyük. Burada girmə var. Burada müqayisə eləmişsiniz, görürsünüz ki, burada xaos var. Burada səhv girmə var da. Deməli. Bu nədir? İkinci Dünya müharibəsində Kanadadan bir hərbi polk Fransada əməliyyat aparmaq istəyir. Almanlara qarşı da bilirsən də Normandiyaya çıxartması. Bəli, Normandiya, bəli. Nə edirlər? Bunların da çox güclü bir dənə komandiri var. Deyir ki, hər şey mənlikdir. Döyüşə gedəndə prosta xəritəni səhv tutur. Ona görə girir kərpic zavoduna döyüşə girməyə əvəzinə. Kərpic zavoduna baxır ki, bura 100% almanların qərargahıdır. O da şeydir. Kərpic zavodunun bacası. Ulduz da buraya. Hesabda bildin o da. Orada belə baca var ha. Çox bilinçlidir. Kərpic zavodun, orada da zavoddur da. Zavodun bacasını düşmənin gözətçi qülləsi zənn edir ki, orada bir dənə qumbara atır. Qumbaranı atırlar, qumbara gedir divara dər qayıdır öz üstlərinə düşür, cırıq olur adamlar, başlar sağa sola qaçmağa. Sağa sola qaçdıqlarında elə bilirlər ki, bu da güclü komandır. Elə bilirlər ki, qumbaranın başqası atıb almanlar gəldi də o. Başlayır hər yerə atəş açmağa. Bu zavodun içində də yetim bir də gözətçi var. Gözətçi ailə yuxudan ki, bu nədir qumbara, atəş at, gedir siqnalizasiyanı işə salır. Siqnalizasiyanı işə salanda tez komandir gözünə döndüyüm komandir şey eləyir ki, dəstək göndərin. Dəstək göndərin, artilleriya ilə vurun buranı, artilleriya ilə vururlar, qoşunun hamısını qırırlar. Səhərsin fransızlar gəlirlər görürlər ki, almanlar hamını qırıb. Bir dənə alman gülləsi yoxdur, cəsədi yoxdur, amma hamısı özünkiləri yəni bildiyin girən-girənə amatörlük. Girən-girənə bu. Ya bir dənə xəritəni səhv tutursan aləm deyil. Yox, yəni o birbaşa o komandirin səhvidir, yəni. Yox, məsələn sən hara komandir? Qumbara niyə divara dəyir? O da onun səhvidir. O da onun səhvidir. Desən Vuşka ilə təməldə səhv şeydədir komandir. Komandir xəritəni səhv tutur. Yəni bu kərpic zavodundan gəlir. Bu bunların hələ bilənidir. Gör indi bunlar sırağa əsgəri zadı nerdə? Gəzə bilmir də. Yox, elə də zaten də bunun biləri belədir. Qumbara atanda bizi tərcümə. Hələ bir dənə hadisə var. Deməli, səhv bilmirəmsə Ərəb yarımadasında olub.
İlk dəfə odlu silahlar gətiriblər, əsgərlərə hədiyyə ediblər. Demək bir dənə hökmdar olub. Hökmdar bilib ki, qərbə həvəsi varmış da dəhşət. Həm qızıl velosiped alırmış, odlu silah alırmış. Sadəcə odlu silahdan heç nə bilmirlər. Yəni bu nədir belə falan zət. Bilirlər ki, atış eləyir, görüblər. Götür bizə kimi atır. Yo. Əsgərlər hamısına deyib ki, mən bilirəm. Silahları tərs verib. Ki, yəni belə tutursan, bir dənə orduya atış edib, hamı özünü vurub, ordu qırılır. Ordunun yarısı getdi, sağ ol. Bax bu mövzunun adı nə olar sizcə? Bir dənə tez fikirləşin yerində keçi. Bunun adı nə olardı? Bəli. Özünü vuran. Bizə düşmən düşmən lazım deyil. Dəvəyə qanad vermə söhbət olanlar. Selfie. Oo. Silahla selfie çəkmək. Sonuncu selfie. Tarixdə sonuncu ilk və selfie. son selfie. Odlu selfie. Hə belə ilkin. Bizim mövzularımız bitdi. Belə 6 dənə mövzuydu. İstəyirsən bir dənə daha danışaq. Biraz bununla ilə söhbət eləyək. Sən Emu müharibəsindən şey danışaqsın, düzəldərik sonra. Emu müharibəsi sonra nə edəcək? Emu bilirəm. Emu uduzublar da bədbəxtlər. Adam şey Ya hər şey belə intellektual qonu açaranda belə də qardaş. Dovşanları Ya ben şey bilmirdim məsələn. Girən bilmirdim bizə. Napoleonu bilirsən? Napoleonun nə? Napoleon yo Napoleon. Dovşan Napoleon deyəndə ağla bir şey gəlmir. Dovşan yox bilmirəm. O da. Bunlardan bunu heç də yoxdur, belə özümdən danışam sənə. Mən 1802-ci il, yox 1804-cü ildən sonra idi. Bu artıq imperator statusunu alıb. Bu da xoşlayırdı şeyə getsinlər, ova və s. Bunların belə bir adət vardı. Dovşan ovuna gedirdilər. Çoxlu sayda dovşan yığıblar. Marseldə olub bu hadisə. Böyle bir qəfəsin içində dovşanları yığırlar və dovşanları elə buraxırlar ki, bunlar da atlayırlar, dallarınca getsinlər itlər falan. Tərslikdən qəfəsi açandan sonra bütün dovşanlar məhz şeyin üstündə, Napoleonun üstünə hücum edirlər və atla birlikdə Napoleon yerə düşür. Bizdən niyə hücum edirlər? Çünki dovşanların hamısı ev dovşanları idi. Həmişə sahiblər onları yemləyirdi. Yemlədiklərinə görə sahibləri də elə fransız əskəri olduğuna görə, əskər yemini görəndə qaçırlar ki, bizə yemək versin. Amma çoxlu olublar deyə onları yıxıblar. Yəni deyirlər yıkarlar. Amma bu başqa. O boyda Napoleonu hem də 3-4 dənə Yəni Rusiya çökdürənmədir, dovşanlar çökdürür. Qoy birində mən danışdım, sən xanlar. Nə oldu bədə? Sən danışdın da, bilirsən, bir də mən əlavə danışdıq. Burada indi danışanda nə qoyarsınız? Ya yoxdur. Sən özün. Okay. Amma bu arada qəşəng idi müəllim. Hələ bunu tez bazar. Profları qəşəng yazmısan. Hələ bunu tez bazar hazırlamışam, yox? Maraqlı idi, qəşəng. Düzdür, doğrudan da bir günə hazır adamsın. Halaldır. Vaxtında işini görmə, saxla axırıncı günə yalandan mal Allah ki bir gün hazırladı, hə. Bu köhnə Azərbaycan strategiya budur. Bu 6 dənə və bizim əlavə bir dənə mövzumuzdan, yəni kimi mövzulara sənə daha gülməli gəldi? Gülməli deyəndə ki, maraqlı mövzular idi. Hə. Hamısı qara. Ən gülməli şey idi, maşınlar. Orada həqiqətən ki, hər şey baş verir də, orada dəxilsiz, yəni istəsələr eləyə bilməzlər də. Hə, bu yəni bu doğru. Bu qədər hadisəni bir yerə toplamaq. Silah düşür, kimisə vurur, Allah bunu yəni hesablayıb eləyə bilməzsiniz. O maraqlıdır. Elə belə hadisələr tarixdə bizə ən belə gic, belə dəxilsiz şey idi, o limonla özünü gizlədən. Sən dəlisən, xəstəsən, çox anormaldır. Və təsəvvür bu həqiqətən baş vermiş hadisədir ya, yəni. Yəni bir elə bir insandan eyni nəfəs aldığı o birlərdə məsələn 100 il plastik da, yəni daha bu təzədir də 95-də olub. Yəni kamera zadı var da, çünki biraz beyni işləsin, bədbəxt. Bir şey ki, fotoaparatla çəkir. Şəhər əlini yumursan, da bir üzvə var. Bu yüz var. Bir ay üzünü yumuyub, bu limonlu gəlsin bir ay. Sən ya o bax elə olmalı idi, o tutulmalı idi. Amma əsas üçün dərisi təmiz olurmuş da, limon. Gözü əsas. Sonra girən-girənə də maraqlı idi. Yəni anladığım qədər Elşad qalib gəldi. Elşadın mövzuları gülməli idi. İndi mən nə etməliyəm? Allah deyirəm olimpiyadada qərar verənlər belə qərar vermir. Qalib oldu. Bilmirəm mən. Kiminki daha gülməli idi? Seç elə hədiyyələrə bax gör nə verəsən. Hadi bir hədiyyələrə bax. Hə. Bu dəhşət bu hədiyyə. Qardaşım bu hədiyyəni bax hədiyyələrə bax. Burada bir dənə hədiyyə var. Özləri gətiriblər də. Hə, burada bir dənə hədiyyə var. Ya demə. Axırda yox, desən təsir eləyə bilər. Məncə fikirləşəcək. Ona görə burada bir dənə tema var, danışaq. Yox, bu ştatuz da, burada nə hədiyyə var? Hə, onu deməyəcək də. Yox, bir şey yoxdur. Ping pong bu bildiyin qlamur prıgılkadır. Nədir Azərbaycanda görürəm elə. Hoppana. Hoppa, atlangac, nə belə. Hoppangac. İndi siz də bilirsiniz ki, Vüsal prıgılkanın Azərbaycanda nə olduğunu bilmir. Bax bunu yazın. Qəşəng. O frisbeedir. Frisbee. Balaca uşaqlar və kapitan Azərbaycan. Hə, kapitan frisbee. Balaca itlər və balaca uşaqlar üçün. Sən bunu tuta bilərsən atın. Ağzını qoyarsan. Bax. Oo! Qəşəng.
Parmağım Bu zor. Bu bir köplük hədiyyə deyil. Bu bununla birlikdədir. Ha bu qapağı da soyumasın. Hələ dəm və isti qalsın. Bu rezin qapağı bu. ziyan olmaz Nəsə, o da. Bu səhhətə ziyan olmayan, buna da bir. Hayda. Bir dənə hədiyyə Bunu verməli, deyəcək, hə? bir dənə. İndi tema odur ki, bax Nədir ki bu bu çaşka, bu yox. Fincan. Bu fincan artıq 4-cü buraxılışdır ki, 4 buraxılışdır ki, heç kimə hədiyyə olunmur. Birincidən, bir story birdən burada bir dənə o var. Bizləndir bu. Heç kəsə verilmir. Götürün gedin evə də. Saxla görə. Bunlardan birini verməliyəm mən ancaq. Hə, baba bu gördüklərindən Hamısını birini, hamısını yox da, hamısını Bu voleybol, basketbol topu nədir? Basketbol topu da. voleybol da Bu yön tullanır. Yaxşıdır. Şeydir. LeBron James-dir yaşlar. LeBron. Bu ping pong dəsti. Ping pong maraqlıdır, hə? O da var ağıl. Mən ping pongu hədiyyə edirəm. İnşallah. Sən ana frizbini çox yaxşı atdın. Bunu mən Elşada verirəm. Sağ ol. Elşad təbriklər. Bu da bu arada Məncə sən də razı olarsan ki, daha maraqlı Elşadın mövzuları daha gülməli və daha Burada maraqlı. ədalətli davranmaq lazımdır. Düzdür, mənə 10 manat verdin girişdə bayaq, onu qaytar. O danışdığımız məsələ çox dəhl eləyərik, hə. Bəli, 100%. Elşad, Bunun biri səndi, biri Mənə heç nə vermirsiniz. Qonağa, bu nədir? Qonağa bir. Mən də bunu Sən sənə. ürəyən o qlamur o panqazı istəyirsən. Qardaş, Çıxanda oynayarıq. çağırarsan gəlib oynayarıq. Çıxanda oynayarıq da. Təşəkkür İlkin edirəm. mən təşəkkür edirəm Dəvətə sənə. görə. Bəyəndim Maraqlıdır. ümumiyyətlə. Bəli, maraqlıydı, maraqlı mövzular idi. Yeni heç nə öyrənmədim. Amma Yox, öyrənmədi. Girən Mən Stalin'i bilmirdim məsələn. Stalin sırf sənə görə saxladı. Stalin bilirdim abi. Stanizdən görürsən, sən belə Sovet. Ona görə reaksiya vermədim. Qəşəng idi, çox maraqlı idi. Mənə elə gəlir ki, indi bilməyənlər çoxdur da, cəmaət baxır, maariflərini öyrənir, tarixdən maraqlı hekayələrdir. Ona görə də əladır. Sizlə də vaxt keçirmək çox xoş idi. Təşəkkür edirəm dəvətə görə. Qarşılıqlı. Çox sağ olun. Bax belə dostlar, Hırstorinin 5-ci buraxılışı sona çatdı. Əgər videonu bəyəndinizsə, o zaman bu videoya şərh yazın, like edin və Bəyənib abunə olun mütləq. Like atın, bəyənin. gedin, əla, bu ne? Like etmək yox, bəyənmək. Like etmək yox, bəyən. Bağla. Özünüzü bilə salmışsın. Özünüzü bilə salmışsın.